İsrail ordusu planlaşdırılan aviazərbələrlə bağlı Təbriz sakinlərinə təcili xəbərdarlıq edib. Bu barədə Müdafiə Qüvvələri məlumat yayaraq mülki şəxsləri dərhal vurulacaq ərazini tərk etməyə çağırıb. İsrail Müdafiə Qüvvələri son günlərdə Tehranda etdiyi kimi İran rejiminin hərbi infrastrukturuna zərbə endirmək üçün əməliyyat keçirəcək. Təhlükəsizliyiniz və rifahınız naminə xəritədə göstərilən təyin olunan ərazini dərhal tərk etməyinizi xahiş edirik. Bu ərazidə olmağınız həyatınızı təhlükəyə atır deyə məlumatda qeyd olunub. Həmas öz növbəsində İranı qonşu ölkələri hədəf almaqdan çəkinməyə çağırıb. Həmas bununla bağlı bəyanat yayıb. Qruplaşma eyni zamanda İranın İsrail və Amerika Birləşmiş Ştatlarına qarşı bütün mövcud vasitələrdən istifadə edərək beynəlxalq norma və qanunlara uyğun şəkildə özünü müdafiə etmək hüququna malik olduğunu da qeyd edib.